Hörmətli tamaşaçılar, bizim ən çox tənqid etdiyimiz məsələlərdən biri də Fuad Nəcəflinin müstəsna səlahiyyətlər verdiyi səlahiyyətsiz şəxslər barədə idi. Biz soruşurduq ki, prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğlu Anar Həsənov, haradan gəldiyi bilinməyən İsmail Əhmədov, Türkiyəli iş adamı İbrahim Sancı kimi adamlar Muxtar Respublika hökumətinin iclaslarında niyə iştirak edir? Onlar Naxçıvanın rəsmi şəxslərinə necə tapşırıqlar verirlər? Əlbəttə ki, bu suallar cavabsız qalır. Bəzi dairələrdə yenə bizim güya Naxçıvan rəhbərliyini sabotaj etdiyimizə dair absurd fikirlər səsləndirilirdi. Xatırlayıram, 2024-cü ilin mart ayında yeni idarə etmə metodu Naxçıvanın səlahiyyətsiz səlahiyyətləri adlı məqalə yazmışdım. Bu məqalədə Naxçıvanda İsmail Əhmədov və Anar Həsənova verilən qanunsuz səlahiyyətlərdən bəhs etmişdim. Sabiq baş nazir bu məsələyə də aydınlıq gətirdi. İsmail Əhmədovla bağlı siz çox yazmısınız. İsmail Əhmədov Muxtar Respublikada dövlət orqanlarının işinə kobud şəkildə müdaxilə edir, özünü xüsusi mandat verilmiş şəxs kimi aparırdı. O, Muxtar Respublikada istənilən tikinti obyektinin tikintisini dayandırır, istədiyi obyekti sökdürürdü. Fuad Nəcəfli onun sözü ilə Hacıvar kənd tam orta məktəbinin binasını heç bir ciddi səbəb olmadan sökdürdü. Həmin kəndin uşaqları 3-cü tədrislidir ki, təhsil almaq üçün qonşu kəndin məktəbinə gedir. Qarşısını almasaydıq, Fuad Nəcəfli hətta Naxçıvan Nazirlər Kabinetinin binasını da sökdürəcəkdi. Bu barədə dəfələrlə mənə müraciət edir, binanı boşaltmağı tələb edirdi. Anar Həsənovla İsmail Əhmədov Fuad Nəcəflinin rəhbərliyi ilə keçirilən müşavirələrdə, iclaslarda iştirak və çıxış edir, absurd təkliflər verirdilər. Anar Həsənov Ali Məclisin binasında oturur, hökumətin qapalı iclaslarına qatılır, müxtəlif məsələlərlə bağlı hazırlanan fərman layihələrinin təqdimatlarını keçirir, onları prezidentə təqdim edəcəyini bildirirdi. Fuad Nəcəflinin tapşırığı ilə ona Naxçıvan Ali Məclisinin xidməti avtomobili ayrılmışdı. Anar Həsənov Ali Məclisdəki otağında Naxçıvanın bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edir, hesabatlar alır, tapşırıqlar verirdi. O, tez-tez Şərur, Kəngərli və Sədrək rayon icra hakimiyyətlərinə gedir, abadlıq, təmir, tikinti və digər işlərlə bağlı icra başçılarına göstərişlər verirdi. Hər üç rayonun idarə etməsini Fuad Nəcəfli ona həvalə etmişdi. Təəssüf ki, sabiq baş nazir Fuad Nəcəfli ilə Anar Həsənovun ortaq biznesləri barədə sualımı cavablandırmadı. Fuad Nəcəfli yaxın dostu Anar Həsənovun xahişi ilə Şərur rayonunun Tənənəm kənd tam orta məktəbinin binasını sökdürmək, zərurət olmadan kənddə yeni 3 mərtəbəli məktəb binası inşa etdirmək qərarına gəlmiş. Fuad Nəcəfli məktəb binasının yararsız olduğunu əsas gətirərək sökülməsini, yeni məktəbin tikilməsi məqsədi ilə vəsaitin ayrılmasını Səbuhi Məmmədovdan tələb edib. Bundan sonra sabiq baş nazir Nazirlər Kabinetinin məxsus şəxslərini Tənənəm kəndinə göndərib, binaya baxış keçirilib, məktəbdə video çəkiliş edilib. Səlahiyyətli nümayəndəyə məlumat verilib ki, Tənənəmdə yeni məktəb binasına ehtiyac yoxdur. Bundan sonra Naxçıvanda daha bir binanın sökülməsinin qarşısı alınıb. Gör, Anar Həsənovun xətri nə qədər əziz imiş ki, Fuad Nəcəflinin tapşırığı ilə tender keçirilmədən təcili Tənənəm kəndinin yolu yenidən qurulub. Kəndin yolunun yenidən qurulmasına 3 milyon manatdan çox vəsait sərf olunub. Səlahiyyətli nümayəndənin qanunsuz tapşırıqlarını icra edən Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri sonralar məsuliyyətə cəlb edildi.